2025-ci il Konstitusiya və suverenlik ilidir və mən qeyd etmək istəyirəm ki, suverenliyimiz əlbəttə ki, bizim milli varlığımızdır. Çox gözəl deməli tarix yaşayırıq. Çünki uzun illər işğalda olan deməli torpaqlarımız işğaldan azad edildi. Əlbəttə ki, burada dövlətimizin müdrik siyasəti və xalqımızın da deməli dövlətimizin yanında olması, vətəndaş cəmiyyətinin, millətin, hamının bir araya gəlməsi və xüsusən mən bunu vurğulamaq istəyirəm ki, cənab prezidentin mükəmməl və necə deyim, mükəmməl siyasəti nəticəsində biz uzun illər işğalda qalan torpaqlarımızı azad edə bildik. Mən səhiyyə sağlamlıq sahəsində çalışdığım vətəndaş cəmiyyətin sədri kimi qeyd etmək istəyirəm ki, Konstitusiyada xüsusən də vətəndaşların sağlamlığına da xüsusi yer verilibdir və bugün biz bunun bariz nümunəsini görürük. Çünki ölkəmizdə səhiyyə sürətlə inkişaf edir. Son illəri mən xüsusən vurğulamaq istəyirəm ki, Azərbaycanda icbari tibbi sığortanın təkmilləşməsi, deməli müalicəyə əlçatanlıq və xüsusən də müasir müalicəyə əlçatanlığın üzərində çalışılması əlbəttə ki, bu bizi çox sevindirir.